Deməli belə, sınaq nömrə 8 bizdə sualda soruşur ki, deməli mövzu dünya əhalisi. Birinci test tapşırığında bizdən görək nə soruşur. Yoldaşlar, sualda bizə deyir ki, uyğunluğu müəyyən edin. Emigrantlar, immigrantlar, demoqrafik böhran və demoqrafik partlayış. Əhalinin sayının sürətli artması, bilirsiniz ki, bu nə hesab olunur? Demoqrafik partlayış, yəni 4-dən 7 A. Ölkəyə yaşamaq üçün gələnlər nə adlanır? İmmigrant, yəni 2-yə nə getdi? B. Əhalinin sayının azalması, demoqrafik böhran olacaq C. 3-ə. Ölkədən gedənlər isə emigrantlardır, 1-ə də D. Deməli, D, B, C, A variantının uyğun gəldiyi cavab nə bəndi? D bəndi hesab olundu 8-ci sualın ilk, deməli 8-ci testin ilk sualında. 2-yə baxırıq. Sualda deyir ki, hansı proses əsasən inkişaf etmiş ölkələr üçün xarakterikdir? İnkişaf etmiş ölkələrdə emiqrasiya olmaz. Çünki əksinə burada həyat şəraiti və insan inkişaf indeksi yüksək olduğu üçün immiqrasiya prosesi üstün olur. Yalançı urbanizasiya olmaz. Çünki bu ölkələrdə işsizlik az olduğu üçün əhalinin iri şəhərlərə axın eləməsi mövcud deyil. Urbanizasiya prosesi bu ölkələrdə əlbəttə ki, belə deyək, yüksəkdir. Onsuz da bunlarda urbanizasiyalaşma səviyyəsi yüksək olduğu üçün xüsusi bir proses hesab olunmur. Demoqrafik partlayış olmaz, çünki həyat səviyyəsi yüksək olan ölkələr əhali təbii artımının əksərən birinci tipinə aid olur. Amma suburbanizasiya prosesi doğrudur, bilirsiniz, varlı əhalinin şəhər ətrafına köçmə prosesini adlanırdı, suburbanizasiya. Doğru cavab yoldaşlar, 2-də oldu, Y bəndi. 3-ə baxırıq. Xəritə sxema əsasən təbii artımın ikinci tipinin səciyyəvi olduğu ölkələr müəyyən. İkinci tip ölkələr daha çox inkişaf etməkdə olan ölkələr. Yoldaşlar, biz burada ölkələrə gəlin bir-bir baxaq. Bir haradır yoldaşlar? 1 Niger dövlətidir, düzdürmü? 2 haradır bala? Yeni Zelandiya. 3 haradır yoldaşlar? Finlandiya. Bəli, doğrudur, Finlandiya. 4 haradır yoldaşlar? 4 Pakistandır. Pakistan. 5 haradır yoldaşlar? 5 Yəməndir, Yəmən, bəli. 6 haradır desəm? İrlandiya, bəli. Böyük Britaniyanın yanında İrlandiya. Deməli, bizim doğru cavablarımız olacaq. Niger 1, düzdür? Pakistan 4, Yəmən 5. 1-4-5'ə uyğun gələn cavabımız nə bəndi oldu yoldaşlar? D variantı oldu. Tapşırıq aydınlanmıyor. D bəndi 3-cü sualda. 4-də necə yetirdik? 4-də bizlər nə soruşur? Şəhər aglomerasiyanın yerləşdiyi ölkələri müəyyən edin. Yoldaşlar, Buenos Aires hər birimiz bilirik, həm də paytaxt şəhərdir. Harda? Argentinada. 1-ə nə getdi? 1-ə getdi. Bəli. 1-ə getdi yoldaşlar. D. Sonra São Paulo bilirsiniz ki, Braziliyadır. 2-yə getdi C. Karachi bilirsiniz ki, yoldaşlar Pakistandır. Getdi B. Lagos bildiyiniz kimi Nigeriyadır. Olacaq yoldaşlar A. Jakarta isə İndoneziyadır. Olacaq yoldaşlar Y. Deməli, cavablar D, C, B, A, Y. D, C, B, A, Y. Cavab nə variantı? 4-də B variantı. Aydın oldu tapşırıq. 5-ə baxırıq. Kişilər sayıcı üstün olduğu ölkələr. Yoldaşlar, burada əsasən qadınların həyat şəraiti çox çətin. Onlar, belə deyək ki, daha çox çalışırlar harda? Ağır sahələrdə. Ona görə də burada uyğun gələcək verilənlərdən, deməli, 5-ə Çin, Misir və Səudi Ərəbistanı. D variantı. Şərqi Asiyada Çin, bəli, Ərəbistanda bilirsiniz ki, Ərəb ölkələrində qadınların daha çox uşaq dünyaya gətirməsi, onların fizioloji olaraq zəifləməsinə və təbii ki, kişilərin sayının üstün olmasına səbəb olur. Aydın oldu? C niyə olmaz? Orada Namibiya, Mozambik, bu ölkələrdə Şri-Lankada. Şri-Lankada kişilər düzdür çoxdur, amma Namibiya, Mozambikdə sayı bərabərdir. Aydın oldu? Ona görə də cavabımız nə oldu yoldaşlar? 5-də D bəndi. 6-cı suala birlikdə nəzər yetirdik. Sualda bizə deyir ki, ölkə əhalisinin sayı 20,5 milyon nəfər, şəhər əhalisi isə 12,3 nəfərdir. Kənd əhalisinin neçə faiz olduğunu tapın. Bunu tapmaqdan ötərə əvvəlcə biz ümumi əhalidən, yəni müvafiq olaraq yoldaşlar nədən? Bəli, 20,5-dən çıxacaq neçəni? 12,3-ü. Fərq nə qədər edir yoldaşlar? 8,2. Sonra biz yazacaq. Əlbəttə ki, 20,5 ümumi əhali neçə faiz? 100%. 8,2 neçə faiz? X faiz. X də burada bərabər olur nəyə? 40%. Doğru cavabımız nə variantı olur? C variantı. Tapşırıq aydınlanmıyor. 7-ci sual. Bu da sadə sualdır. Ölkə əhalisinin sayı biz deyirik ki, neçə milyondur? 25,5 milyon nəfərdir. Hər 1000 nəfərə düşən təbii artım nə qədərdir deyir? 5 nəfərdir. İlin sonunda təbii artımı hesabına əhalinin sayının nə qədər artdığını tapın. Əvvəlcə biz ümumi artımı tapa bilərik. 25,5 milyon biz deyəcəyik nəyə bərabərdir? X-a. 1000 nəfərə düşən artım nəyə bərabərdir yoldaşlar? Əlbəttə ki, 5-ə.
Bildiyiniz kimi 25,5'i 5'e vurub 1000'e böldüyümüz üçün 1000 ilə milyon ixtisar gedəndə yuxarıda 1000 qalır. Biz elə yoldaşlar 25,5'i vuracaq 5'e nə qədər eləyir? 127.500 nəfər, düzdür? 127.500 nəfər artım var ümumi. Onu da ümumi əhali ilə, yəni 25.500.000-dən toplasaq yoldaşlar, 25.500.000-dən toplayırıq. Müvafiq olaraq nəyi? 127.500'ü. Topladığımız zaman 0,5, 0,05, 7, 2, 6, 25. Yəni 25 milyon 600. Daha doğrusu belə bizdən nəyi soruşurdu? 127.500 soruşurdu. Hə, artımın, təbii artımın hesabına əhalinin sayı nə qədər artdığını, elə birbaşa ümumi əhalinin sayını soruşmur. Ümumi əhali desəydi 25.627.500 olardı. Bizə birbaşa artımı soruşur, eləyir 127.500. Cavab nə variantı? B. Qutardı getdi. Uşaqlar 8-ə baxırıq. Yaş-cins piramidasına əsasən doğru ifadələri müəyyən edin deyir. Biz burada baxanda 15 yaşdan aşağıya biz nə demişdik? Uşaqlar demişik. Uşaqlar biz görürük ki, burada tədricən azalma baş verir, düzdürmü? Xüsusən də 55-59 yaşlılar ki var, görürsünüz o sxemi. Oradan aşağıda əhalinin tədricən nəyə baş verir? Azalması. Bir dənə burada 35-39 yaşlılarda doğru artıb, sonra təzədən azalma gedib. Sol tərəf kişiləri bildirdiyi üçün, yoldaşlar, 55 yaşdan yuxarıda gördüyünüz kimi kişilər nisbətən üstündür. Aşağıda isə get-gedə kişilərin üstünlüyü artır, qadınlar daha çox azalır. İndi baxırıq. Doğru ifadələri müəyyən edin deyir. Afrika, Asiyanın əksər ölkələr üçün xarakterik ola bilməz. Çünki bunlarda demoqrafik nədir? Partlayış, uşaq yaş qrupu nə etməlidir? Artmalıdır. Ona görə də biri getdi. Uşaqların xüsusi çəkisi azdır. Bəli, niyə? Çünki görürsünüz, piramidada aşağı yaş qrupları nədir? Azdır. 2. Emiqrasiya prosesi intensivdir. Bu ölkələrdə emiqrasiya yox, nə üçün intensiv olar? İmmiqrasiya. Son illər təbii artım azalmışdır. Bu ifadə doğrudur. 2-4. Sonra əmək ehtiyatlarının çatışmazlığı müşahidə olunur. Bəli, bu ifadədə təbii ki, biz deyirik ki, nədir? Yoldaşlar, doğrudur. Çünki niyə? Əmək ehtiyatları çatışmazlığı burada müşahidə olundu. Deməli, 2-4-5. Düzgün cavabımız nə oldu? B bəndi. İqtisadi fəal əhalinin əksəriyyəti təzən ikinci sektorunda yox, əksinə inkişaf etmiş ölkələrdə harda çalışırlar? Üçüncü ya da dördüncü sektorlarda. Ona görə də 6-cı ifadə yanlışdır. 8-ci sual aydın oldanmı ya? 9-a baxırıq. Xəritə sxemi əsasən əhalinin sıx və seyrək olduğu məntəqələr. Uşaqlar ekstremal bölgələrdə əhali necə məskunlaşıb? Seyrək, amma əlverişli iqlim şəraiti və relyef amilinə görə əhali müəyyən ərazilərdə sıx məskunlaşıb. İndi biz baxırıq ki, burada bizə verilən məntəqələrə diqqət eləsək, verilən məntəqələrdən deməli, bu F məntəqəsində yuxarıda gördüyümə, Alyaska tərəfdə. Aha, F. Deməli, yoldaşlar, biz əvvəl sıx olan yerlərə baxsaq, Avropa var, Qərbi Avropa, A-nı görürük də yəqin ki. A-da əhali nədir? Sıxdır. Şərqi Asiya, B-ni görürük də yəqin ki. B-də əhali sıxdır, Şərqi Asiyada. Koreya falan da. Bir də yoldaşlar, Bosvaş meqalopolisi dediyimiz yer var, göllər ətrafı, Çipits, Bosvaş. Bax, orada əhali sıxdır. A, B, D getdi hara? 1-ə. Bir də seyrək tərəflər aradır, seyrək tərəflər. C, niyə? Çünki səhra yarım səhralardır Avstraliyada. Y, niyə? Çünki yoldaşlar, orada da böyük səhradır. F-də niyə yoldaşlar? Orada da daimi nədir? Donuşluqdur. Doğru cavab A, B, D, C, Y, F. Variantımız D bəndə oldu 9-cu test tapşırığında. Sual aydındır. 10-cu suala baxırıq bir yerdə. Sualda bizə deyir ki, əhali təbii artımı yüksək olması hansı problemlərin daha da kəskinləşməsinə səbəb olar? Əhali təbii artımı yüksək olanda yaşlı əhalinin xüsusi çəkisi artmaz, əksinə nə olar? Azalar. Çünki bilirsiniz, uşaq yaş qrupunun payı neyinəcək? Çoxalacaq. Əmək ehtiyatları çatışmazlığı əlbəttə ki, səhvdir. Əmək ehtiyatı bildiyiniz kimi get-gedə neyinəcək? Artacaq. Amma ərzaq çatışmazlığı bəli kəskinləşər əhali artdığı üçün. Təqaüd yaşı artması bu proses doğru deyil. Ekoloji problemlər gərginləşər, doğrudur. Məşğulluq problemi yaranar, bəli. Elə onsuz da belə deyək də, əhali sayı artdıqca iş yerlərinin sayı azaldığı üçün belə deyim də, mövcud iş yerləri əhalini tam təmin edə bilmir. Doğru cavabımız 3, 5 və 6. Variantımız nə bəndə oldu? D bəndə hesab olundu. 11-ə baxırıq yoldaşlar. Ferma tipli kənd yaşayış məntəqələrinin mövcud olduğu ölkələri müəyyən. Uşaqlar, ferma tipli yaşayış məntəqəsi dağınıq idi də, bilirsiniz. Biri var idi qrup halında, düzdürmü? Biri var idi ferma, yəni dağınıq qaldı. Dağınıq qaldı olanlar, biz bilirik ki, Asiya, Afrika ölkələrində əsasən əhali nə bizə məşğul? Qrup formasında. Ona görə də biz bunları atmalıyıq. Yəni 3-ü atdıq, 6-nı atdıq və 2-ni atdıq, düzdür? Əlimizdə nələr qaldı? 1 qaldı ABŞ, 4 qaldı və 5 qaldı. Yadınıza gəlir biz deyirdik, fazendalar, rançolar, bax bunlar. Cavab 1, 4, 5 variantımız nə variantı? C variantı hesab olundu 11-ci sualda. 12-yə baxırıq. 12-də bizə nə deyir? Doğru sıraları müəyyən edin deyir. Uşaqlar, Rainbow-da Rainrow, Liverpool səhvdir. Liverpool bilirsiniz ki, qara İngiltərədədir. Çipitsdə Chicago, Pittsburgh, Cleveland bu ifadələr doğrudur. Bəli. Tokaido'da Kawasaki, Nagoya. Əlbəttə ki, bu da doğrudur Yaponiyada.
Boston, Washington, New York və Philadelphia var. Amma burada San Francisco Sansana aiddir, ona görə səhvdir. Sansamda San Francisco, San Diego, San Jose və Los Angeles var. Detroit burada səhvdir. İngiltərədə Liverpool, Birmingham təbii ki doğrudur. Düzgün cavabımız 2-3-6, variantımız nə variantı oldu? 12-də C variantı. 13-ə baxırıq. Friksiyon işsizliyə aiddir. Əlbəttə ki, friksiyon işsizlik deyəndə insanın özü ilə bağlı, şəxsi ilə bağlı məsələlər idi ki, yaşadığı şəhərdən köçdüyünə görə işçinin iş yerindən çıxması bu öz belə deyim də işsə elədir. Əmək haqqı işçisini qane etmədiyinə görə işdən çıxması bu da yenə doğrudur. Müəssisənin iflas olduğuna görə işçilərin iş yerini itirməsi bu dövri işsizlikdir. Əmək şəraiti tələbata cavab vermədiyi üçün işçinin iş yerindən çıxması, bu da bəli, işçinin öz istəyi ilə bağlıdır. Müəssisədə yeni texnologiyanın tətbiq edilməsi, işçinin əməyinə ehtiyac qalmaması, buna isə struktur işsizlik deyilir. Necə işsizlik deyilir? Struktur. Friksiyon və struktur işsizliklər təbii işsizlik adlanırdı. Dövri işsizlik isə təbii hesab olunmurdu, böhran zamanı yaranırdı. Doğru cavabımız 1, 2, 4, variantımız da bənd oldu. Y bəndi yoldaşlar. 14-ə baxırıq. Doğru sıraları müəyyən edin. 14-cü test tapşırığına diqqətlə baxanda bizə burada deyir ki, ekvatorial il. Əlbəttə ki, tropik Afrika nədir? Ekvatorial ildədir. Nigeriya, Somali bu doğrudur. 1. Sonra Avropa deyir ki, İspaniya və Bangladeş, bəli bu da doğrudur. Çünki bilirsiniz ki, Hindistana qədər yeyib çıxırdı. Yoldaşlar, düzdürmü? 1, 2. Bir də Mongoloid deyir ki, Avstraloid olmaz. Avstraliya, Avstraloid deyir ki, nədir? Ona görə yoldaşlar, Mongoloid deyir ki, Vietnam, Yaponiya təbii ki, bu doğrudur. Asiya ölkələri. Avropoid də Əlcəzair, Kenya. Yoldaşlar, burada Kenya işləri körlüyür. Daha çox tropiklər arası ekvatorial ilqə aiddirlər. Doğru cavabımız 1, 2, 4, variantımız nə variantı? Y variantı hesab olundu. 15-ci sual, xəritə sıxım əsasən insan inkişaf indeksinin aşağı olduğu ölkələr. Yəni biz burada necə ölkələri keçəcəyik? Zəif ölkələri. Aydın oldu. Burada doğru cavab olacaq əlbəttə ki, deməli 1. Afrika ölkəsi. Söhbət hardan gedir? Misirdən, doğru. Sonra insan inkişaf indeksinin aşağı olduğu ölkələr. Yoldaşlar, burada biri yox, biri götürmədik. Yoldaşlar, bir dəqiqə, Misir bunların içində, onsuz da ölkələr elə ölkələrdir ki, bir dəqiqə üzr istəyirəm. Biz burada bunu Misiri götürə bilmərik. Niyə? Misir sənayesinə görə bilirsiniz də, Afrikada öndədir. Bəli, təbii ki. Bəli, əlbəttə. Bax, 2, deməli, Misiri götürə bilmərik. 1, Türkiyəni götürə bilmərik. Bir də verilənlərdən Venezuelanı götürə bilmərik. Yoldaşlar, yerdə qalan ən kasıblar, yəni Əfqanistan, 4 aradır bilirsiniz. Çad, 6 da aradı yoldaşlar Sudan. Bəli, 2, 4, 6. Variantımız nə variant oldu? Y variantı hesab olundu 15-ci sualda. 16-ya baxırıq. Yanlış belə deyək də ifadələri müəyyən edin deyir. Azərbaycan şəhər əhalisinin payı artmaqdadır. Bəli, bu ifadə doğrudur. Bilirsiniz 54,5 dənə alıcıdır. Get-gedə də artır. Azərbaycan dağlıq kənd əhalisi sıx yox, necə məskunlaşıb? Seyrək, çünki meyilli artanda əhalinin məskunlaşması azalır. Azərbaycanda şəhər yaşayış məntəqələrinin sayı üstünlük təşkil edir. Belə deyək, məntəqələrinin sayı üstünlük təşkil edir. Fikri yanlış deyil. Azərbaycanda cəmi 77 dənə nə var idi? Şəhər var idi. Aydın oldu. Ona görə bu ifadə nədir? Yoldaşlar, səhvdir. Sonra Bakı şəhəri Qafqazın ən iri aqlomerasiyasına çevrilmiş ki, bəli bu ifadə doğrudur. Əhalinin cinslərinin kişilər sayıca üstündür. Azərbaycanda kişilər yox, qadınlar üstündür. Cavabımız 2, 3, 5 variantımız nə oldu? A. Yerdə qalanlar Azərbaycanın ən yüksək yaşayış məntəqələri Şərqi Zəngəzurda, bilirsiniz, Kəlbəcərdə, bəli, və Qubada, Xınalıq kəndi, yuxarı Bağırsaq və Xınalıq kəndləri. Aydın oldu yoldaşlar. Sonra 17-ci suala baxırıq. Cənubi Asiya regionunda yerləşən aqlomerasiyalar. Uşaqlar, Cənubi Asiya deyəndə bura Pakistan, Hindistan, Nepal, Butan, Bangladeş və Şri Lanka, Maldiv nəzərdə tutulur. Cənubi Asiya regionunda Lagos olmaz. Lagos bilirsiniz, Qərbi Afrika regionu Nigeriyadadır. Aydın oldu. Jakarta olmaz, Cənub-Şərqi Asiyada Indoneziya. Karachi olar, Pakistan. Mumbai olar, Hindistan. Dakka olar, Bangladeş. Qahirə olmaz, Misir Şimali Afrikadır. Cavab 3, 4, 5. Variantımız nə oldu bala? D variantı hesab olundu. 18-ci suala baxırıq. Əhali təbii artımına görə ölkələri müqayisə edin. Gözəl yoldaşlar, biz burada hər bir əhalinin ümumi nəyini tapmalıyıq? Artımını tapmalıyıq. Mən bir dənəsinin qaydasını deyəcəm. 1000 nəfərə doğum bölümü varsa, arada fərqi tapa bilərik də. 15-8 nə qədər elədi? 7 nəfər. Yoldaşlar, 19-5 nə qədər elədi? 14 nəfər. 14-4 nə qədər elədi? 10 nəfər. İndi qulaq asın mənə diqqətlə. Ümumi əhali X-a 1000 nəfərə 7 yazıb tənasüb əldə eləyə bilərik. Yəni belə deyək də, bax bir dənəsini qeyd edirəm, qalanlarını hesablayarıq. Məsələn, fikir verin belə bir şey deyək. 10,5 milyon deyilmi? Bunu yazırıq X. Və minə nə yazırıq Şahin bəy? Minə 7 yazırıq. Burada da biz X əldə eləyəndə nə edəcəyik? 10,5 milyonu 7-yə vurub minə böləcəyik. 1000 ilə milyon ixtisar edən 1000 qalır. Eləyir 73,5 min. Gəlin belə eləyək də. 10,5-i vuraq 7-yə, yanına da 1000-i saxlayaq. 73,5 min. Bu birinci ölkə, yəni A-dadır. İkincini eləyək.
İkincini 15,8-i vuraq 14-ə 221.221,2 bu oldu yoldaşlar hansı ölkə? Bu A ölkəsi oldu, bu B ölkəsi oldu və qaldı sonuncu nə? C ölkəsi. Burada da nə edəcəyik? 8,8-i vuracaq yoldaşlar ona. Bu da deyəcək 88.000. C ölkəsində neçə min elədi? 88.000 elədi. İndi bizə deyirdi ki, ölkələri müqayisə edin. Ölkələri müqayisə edəndə yoldaşlar, biz baxırıq ki, ən çox hansıdır? B. B böyükdür nədən yoldaşlar? Görəcəksiniz. B böyükdür C-dən, o da böyükdür nədən? A-dan. Doğru variantımız nə oldu? Y variantı hesab olundu 18-ci sualda. Tapşırıq aydındır. Sonra 19. Urbanizasiya prosesinin əsas xüsusiyyəti. Uşaqlar, urbanizasiya nə idi? Şəhər yaşayış tərzinin artması, şəhər həyat tərzinin genişləməsi və şəhər əhalisinin çoxalması. Şəhərdə əhali təbii artımının yüksək olması. Urbanizasiya səviyyəsində biz deyəcəyik ki, yoldaşlar, şəhərdə əhalinin təbii artımının yüksək olması prosesi yox, şəhərləşmə prosesinin yüksək olması olmalıdır. Aydın oldu mu? Deməli, ona görə də bizdə burada birinci ifadə doğru deyil. Şəhərlərin genişlənərək aqlomerasiyaya çevrilməsi 2 doğrudur. Əhalinin və təsərrüfatın əsasən böyük şəhərlərin cəmləşməsi 3 də doğrudur. Şəhərlərin dərinli inkişafı yoldaşlar, dərinlə yox, necə inkişafıdır? Eninə inkişafıdır, bəli. Dərinlə suburbanizasiyadır. Əhalinin şəhəri kənarı ərazilərdə və kənd yerlərində məskunlaşmasının üstünlüyü, bu da suburbanizasiya prosesi olmaz. Şəhər əhalisinin artım sürətinin yüksək olması, bəli, şəhər əhalisinin artım sürətinin nə olması? Yüksək olması. Bu təkcə təbii artıma görə yox, həm də kəlmələrə görədir. 2, 3, 6 variant nə variantı oldu yoldaşlar? B variantı 19-cu sualda. 20-yə baxırıq. İntensiv mənimsənilmiş əraziləri müəyyən. Uşaqlar, intensiv mənimsənilmə nədir bəydir? İqlim şəraiti nə olan yerlər? Əlverişli olan yerlər. Burada baxın, 1 əlverişli ola bilməz daimi donuşluqdur. 4 ola bilməz. Ona görə də bizim əlimizdə qalan cavablara baxdıqda, burada daha çox 2, bilirsiniz ki, Bosfaş və Sansan megalopolis, Bosfaş megalopolis və Tiflis megalopolisə yaxınlığı. Sonra 5 ola bilər, 2 çay arası vadi Mesopotamiya. Bir də 3 ola bilər böyük Çin düzənliyi. 6 ola bilməz, bilirsiniz ki, səhra və yarım səhralardır. 2, 3, 5 cavabına uyğun gələn variant nə variantı oldu? Y variantı. Yoldaşlar, əhali sayının artmasına görə regionların doğru sırasını müəyyən edin. 21-ci test tapşırığı. Burada regionlara baxanda təbii ki, ən az əhali qitə olaraq ağırdaydı. Avstraliya və Okeaniyada 1, düzdür? Ən az 1-dən başlayırsan, sonrasında bir dənə cavab var. Doğru variant nə oldu? A variantı. Gəlin yerdə qalanları sıralayaq. Sonra nə gəlməlidir? Şimali Amerika 5. Sonra nə gəlməlidir yoldaşlar? Cənubi Amerika 6. Ondan sonra gəlməlidir yoldaşlar Avropa 4. Avropadan sonra gəlməlidir əlbəttə ki Afrika, bəli 2. Sonra da gəlməlidir Asiya 3. Uşaqlar çox vaxt Asiya, Afrikada çaşırlar. Afrikada təbii artım yüksək olsa da Asiyada ölkələr var ki, məsələn Hindistan və Çin kifayət edir ki, onlarda əhali sayı nədir? Çoxdur. Tutduq söhbəti. Variant nə variant oldu? A variantı. Bu sadə sual idi. Uşaqlar, təbii artımın birinci tipinin səciyyəvi olduğu ölkələr. Birinci tip dediyi əsasən necə ölkələrdədir? İnkişaf etmiş ölkələrdə. Bura Belçika, Danimarka və Finlandiyanın olduğu cavabı B-ni seçsəydiniz kifayət edəcəkdi. Aydın oldu. Uşaqlar, ölkədə işsizlərin sayı nə qədərdir? 0,2 milyon nəfər. Əmək ehtiyatlarının sayı nə qədər? 4 milyon nəfər. İşsizliyin faiz səviyyəsini soruşur, faizlə. Bu çox sadə bir tənasübdür. Yazacaq 4 milyon neçə faiz? 100%. Amma 0,2 milyon nə olacaq? X. X-i tapanda 0,2-ni 100-ə vuracaq, olacaq 20 böl 4. 20-ni də 4-ə böləndə nə elədi yoldaşlar? 5%. Cavabımız 5%-dir. Fikrimi çatdıra bildim hamıya? 24 sadədir. İqtisadi fəal alanın çox hissəsinin, uşaqlar, xidmət sektoru neçənci sektordur? Kim deyər? 4-cü. Yoplamayaq. 3-cü. İnformasiya 4-cü sektordur. İnformasiya. Xidmət sektoru neçənci sektordur? 3-cü sektor. 3-cü sektor daha çox hansı ölkələrdədir? İnkişaf etmiş ölkələrdə. Bunlara da uyğun gəlir verilənlərdən İsveç 1, Belçika 5, Avstriya 6, 1, 5, 6. Yoldaşlar, Kamerun, Boliviya və Laos bunlar əsasən aqrar ölkələrdir və bunlarda ikinci sektor inkişaf edir. Birinci və ikinci sektor inkişaf edir. 1 və neçə? 2. Sonra, yoldaşlar, növbəti test tapşırığına baxırıq. 25. Sualda deyir ki, demografik böhran müşahidə olunan zaman həyata keçirilən demografik siyasətə aid olanları müəyyən. Uşaqlar, böhran olanda əhali azalması getdiyi üçün onu neyləmək lazımdır? Artırmaq lazımdır. Artırmaq yönümlü siyasət nədir? Nicə yaşının artırılması səhvdir. Əksinə partlayış olan ölkələr deyirlər. 1 getdi. Tibbi xidmət və təhsil ödənişlərin dövlət hesabının olması. Bəli, bu doğrudur. 2. Körpələrin uşaq müəssisələrinin cəlb edilməsi. Yoldaşlar, bəli. Bilirsiniz niyə görə uşaq müəssisəsinə cəlb edilir? Valideyn uşaq dünyaya gətirməyə istəyi olsun. Uşağı dünyaya gətirəndən sonra körpələr uşaq müəssisələrinə cəlb olunur və valideyn gedir işini görür. 2-3. Sonra müavinatların verilməsi, bəli 4. Cavab nə oldu yoldaşlar? 2-3, 4. Müəllim 5 nədir? Uşağı az olan valideynlərə iqtisadi və sosial gücü əksinə artırmaq istəyirsə az olanı yox, kimə sosial gücü çox olan eləməlisən. Ali təhsil müəssisəsində təhsil alınan ailə qurmasının qarşısının alınması. Deməli bu nədir? Məhdudlaşmadır da. Ona görə də bu demoqrafik partlayışda həyata keçirilir. Tam tərsi olsaydı, demoqrafik partlayış zamanı həyata keçirilən tədbirlər olsaydı cavab olardı 1, 5,
6. Aydın oldu yoldaşlar. Sonra 26. 26'da bizə nə deyir? 26'da bizə deyir ki, Türk dil qrupunun Uyğur qoluna aid olanlar, uşaqlar. Uyğur qrupu Mərkəzi Asiyadadır. Bura olacaq Özbəklər, bir də bura olacaq yoldaşlar, təbii ki, Tıvallar. Qaqazlar Avropadadır, Tatarlar Avropadadır, Qırğızlar Qıpçaq qrupudur. Qaraçaylar belə deyim də Avropa hissəsindədir. Ona görə də cavabımız nə oldu? 2 və 6 hesab olundu 26-cı. Hə? Uyğur özü oldu da. Dedik Altay dil ailəsinin Uyğur dil qrupu. Əsasən Mərkəzi Asiyada özbəklər, salarlar, Qarabağ tatarları, Çölüm tatarları, Uyğurlar, Tıvallar, Xakaslar, Altaylar, Yakutlar, bunlar hamısı Uyğur qolundadır. Yoldaşlar gəldi 27. Ural dil ailəsi Sami Hami və Niger Kardofan. Gözəl insanlar, Ural dil ailəsinə bu verilənlərdən gördüyünüz kimi uyğun gələcək Finlandiya. Yəni hara? C. Düzdür yoldaşlar. Sonra Sami Hami dil qrupuna əsasən uyğun gələcək şimali hara? Afrika. Yəni söhbət gedir Liviyadan. Yəni hansı? B. Və Niger Kardofana uyğun gələcək D. Aydın oldu yoldaşlar. Doğru cavabımız oldu. 1C, 2B, 3D. Gəldik sonuncuya. A ölkəsində son 10 ildə urbanizasiya prosesi sistemsiz xarakter almış və onun idarə olunması daha da çətinləşir. Deməli fikir verin. 2014-cü ildə urbanizasiya səviyyəsini tapası olsaq, 7 deməli şəhər əhalisinin neçə milyon imiş? 7.2, kənd əhalisi nə qədər imiş? 8.3, düzdürmü? Biz bunu toplaya bilərik də əvvəlcə, düzdürmü? 7.2 ilə 8. Toplayanda bu neçə elədi? O 16 eləyir. Yoldaşlar 16 milyon imiş əhali. Sonra biz burada baxanda 16 milyon içində həm belə deyim də şəhər əhalisinin payını tapa bilərik. Yəni 7.2 neçə faizdir? Yazacaq. 16 milyon neçə faiz? 100 faiz. 7.2 nə? X faiz. X nəyə bərabər olur yoldaşlar 2014-cü ildə? X bərabər olur yoldaşlar. Əlbəttə ki 45 faizə. Neçə faizə? 45 faizə. Bunu tapa bildik. Bu bir. İndi gəlin o birisini tapaq. 11.7 ilə 6.3 topladınız neçə elədi yoldaşlar? 18 milyon. Deməli, əhali sayı artdı gördünüz 2010-dan 14-ə qədər. 2010-dan 14-ə qədər 10 il ərzində əhali artdı 2 milyon. Və bizə deyir ki, müvafiq olaraq yoldaşlar, 18 milyonun içində nə qədərdir urbanizasiya? 18 milyon neçə faiz? 100 faiz. 11.7 milyon nə? X. Buradan da X əllə eləyəndə X nəyə bərabər olacaq yoldaşlar? 65 faiz. İndi baxın. Gördüyünüz kimi əvvəl neçə idi? 45 qalxdı neçə oldu? 65. 65 çıx 45. Deməli, nə qədər artım var urbanizasiyada? 20 faiz nə var? Artım var, düzdür? İndi suallara baxaq. Verilənlərə A ölkəsində şəhər əhalisinin neçə faiz artdığını müəyyən edin. Birinci əhalinin sayını tapdıq 16-18, faizlərini tapdıq 45 və 65, artım faizlə nə oldu? 20. Sıxıntı yox idi burada. Davam edirik. Deyir ki, verilənlərə əsasən ölkədə miqrasiya prosesinin istiqamətini və bununla bağlı baş verən prosesi uşaqlar, şəhər əhalisi artırsa, daxili miqrasiya baş verir də, hə? Bəli, əsasən hardan? Kənddən şəhərə. Deməli, biz buna deyirik, 1. Daxili miqrasiya birinci istiqamət. İstiqaməti budur, daxili miqrasiya və bununla bağlı baş verən proses yoldaşlar, daxili miqrasiyada şəhərlərə axın eləyəndə şəhər ərazisi genişlənirdi. Buna deyirdik yalançı urbanizasiya. Yalançı yoldaşlar nə? Urbanizasiya. Bu da belə cavabıdır. 30-a baxırıq. 30-da da bizə deyir ki, verilmiş prosesin ölkədə yaratdığı çətinlikləri müəyyən edin. Ən birinci çətinlik şəhərlərin ətrafında məişət tullantıları formalaşır. Bəli, məişət tullantıları yaranır. Uşaqlar, məişət tullantısı yaranan yerlərdə də biz deyirdik, kasıb rayonlar yaranır. Necə rayonlar? Kasıb rayon. Kasıb rayonlara da məsələn nümunə kimi nə deyə bilərik? Gecəkondu deyə bilərik, Bidonvil deyə bilərik, Favel deyə bilərik və s. Sonra ikinci fikir kimi biz bura nə yaza bilərik? Yaza bilərik ki, şəhərlərdə əhalinin sayı iş yerlərinin sayının sürətini ötüb keçir. Buna da deyirik nə problemi? İşsizlik problemi yaranır. Üçüncü isə nə olur yoldaşlar? Şəhərlərdə cinayətkarlıq halları artır. Şəhərdə nə baş verir? Cinayətkarlıq. Çünki niyə? İnsanlar dolana bilmədiyi üçün əsasən aqressivləşir və bu hallar baş verir. Aydın oldu? Bir də təkrarlayıram. Məişət tullantıları artır və ölkənin müəyyən bir regionda, şəhərdə kasıb məhəllələr yaranır. Dedik, Bidonvil, Favel, Gecəkondu kimi. Yoldaşlar, əhalinin sayı, əhalinin şəhərdə ümumi sayı, şəhərdə olan iş yerlərinin sayını ötüb keçdiyi üçün nə problem yaranır? İşsizlik problemi yaranır və son olaraq da şəhərdə cinayətkarlıq halları artır.